Səlam əziz millətimizə. Mənim bir günah yerə 3 ildir uşağımı aparıb salıblar zindana. Ac və susuz saxlayırlar, soğuk damlarda saxlayırlar. Sizdən xahiş edirəm, himayət eləyin mənim balamla. Salamlar əziz və hörmətli həmvətənlərə. Bugün 20 gündür ki, Tahir Nəqəvi ədalətsizliyin qarşısında axır nəfəsinə qədər dayanıb, canını boğazına yığıb, aclıq etisabına canın bağışlayıbdır. Bu bir zindaninin axır harayıdır. Mən onun bacısıyam. Bu zülmün qabağında onu heç zaman tək qoymayacağam. Bugündən ibarət mən də qardaşım kimi aclıq etisabına qatılıb, canımla onun səsi və ədalətin davamçısı olacağam. Yaşasın azadlıq, yaşasın azadlığı sevən insanlar. Salam əziz və hörmətli millətimizə. Zülm və ədalətsizliyin qarşısında bir məhbusun axır səngəri aclıq etisabıdır. Bugün 20 gündür Tahir Nəqəvi bu nöqtəyə yetişib, canını əlinə alıb və zülmün qabağında dayanıb. Mən onun bacısı bu zülmün qabağında onu tək qoymayacağam. Bu gündən sonra mən də qardaşım kimi aclıq etisabına qatılıb, canımla onun səsi və ədalətinin davamçısı olacağam. Yaşasın azadlıq, yaşasın ədalət.